qeyri-adi musiqi alətləri ilə hər kəsin diqqətini cəlb edir. İstedadlı gənc xəritə formasında gitara, dəmirdən saz düzəltdikdən sonra indi də maşınların təmirində istifadə olunan gipsdən saz düzəldib. Görünüşü, səsi, ifa qaydaları eynidir. Ancaq bu alət fərqli materialdan düzəldilib. Biləsuvarda Cəbrayıl sakininin düzəltdiyi qeyri-adi sazlar görənlərin marağına səbəb olur. Neymət Şahverdiyev bu dəfə maşınların təmirində istifadə olunan gipsdən saz düzəldib. Düşündüm nədən, qərara gəldim ki, şpakulovka yaxşı səs verir. Çünki maşını düzəldəndə şpakulovkalı olub-olmadım vuranda səsi onun gördüm ki, mənə xoş gəlir o səs. Dedim, bundan saz düzəldəmək olar. 5 günə hazırladığı saz öz həcminə görə əsl sazdan fərqlənir. Sazın pərdələri adi məftillərdən hazırlanıb. Sazın formasını məftildən düzəltdim. Üstünə setka çəkdim saz formasında və o setkanın üstündən şpakulovkanı çəkdim. Sonra bunun qol tərəfi dəmirdir və bu pərdələr gördüyünüz kimi adi məftillərdəndir. İstedadlı gənc sazı düzəltdiyi kimi ifasını da bacarır. Amma bu sazın digər sazlardan səsi bir qədər fərqlidir. Standart musiqi alətinə aid heç bir ehtiyat hissəsi yoxdur. Və ifada da gördünüz ki, səsi də heç onlardan geri qalmır. Neymət Şahverdiyev bir müddət bundan öncə xəritə formasında gitara, dəmirdən də saz düzəltmişdi. Hörmətli tamaşaçılar, xərçəng